danışmışıq. İnsanlarımız onun aşıqı olurlar, onun üçün mövlud keçirmək istəyirlər, çətin bir dönəmlər yaşayırlar, onu edə bilməyirlər. Amma Allah bizə lütf edib, nəsib edib ki, biz bu günlər bu ağanın mövludunda, məsciddə ibadət eləməklə yanaşı, onun mövlud tədbirində yaşayır. Bu özü böyük bir şərəfdir, böyük bir fəzilətdir ki, Allah bizi bu məqama nəsib edib və Allahın sevdikləri o qədərdir ki, insanlar üzərində və xüsusən də öz bəndələrini sevir və onlar üçün gözəl dünya və axirət üçün müdrik əməllər qoyur ki, əməllərin insan icraçısı olsun. Və Əleyhisselam haqqında nə qədər Quran-ı Kərimdə ayətlərimiz var, surə var, Əleyhisselam haqqında müdrik sözlər var, Əleyhisselamın özünün gözəl xütbələri var, onun dastanları var, onun divan-ı əmri var və bütünlüklə baxsaq, Əleyhisselam Peyğəmbərimizdən sonra böyük bir məktəbdir. O məktəb elə bir məktəbdir ki, Əleyhisselamın bütün dedikləri sözlər, dedikləri Peyğəmbərdən sonra nəsihətlər insan formalaşması üçün, insan şəxsiyyətinin şəxsiyyət kimi olması üçün böyük bir yoldur. İnsan əgər o yola daxil olsa, heç vaxt o yolda azmaz. Əleyhisselamın gözəl bir hədisi var deyil, mən Allahın varlığını o mərhələdə laf gözəl tanıdım ki, mən ondan nə istədim, o mənə vermədi. Və mən onda onun böyüklüyünü istəyirdim. Yəni, Allahın varlığı o qədər böyükdür ki, insan görərsən istəyir, görərsən bir ana valideyni, evlad ondan nə qədər nəsə istəyir, çox şey ona vermir. Çox şeydən onu uzağa verir, bunu eləmək olmaz. Və deyir, mən də Allahı bu söz gördüm ki, nə qədər ondan istədimsə, istədiklərimin bəzilərini vermədiyindən bildir ki, Allahın varlığı çox böyükdür. Yəni, Allah-Taala bütün insanların istəklərini, dualarını eşidir. Amma bəzi insanlar var ki, pis arzular, günah eləməklə yanaşı pis sözlər istəyirlər Allah'tan. Məsələn, ata öz evladına ahman edir, valideyn öz evladına qardaş edir. Əgər bu dualar hamısını üstüzabı etsə, insanlar var, öz əzizlərdə görürsən, əsəblər olanda, qəzəbli olanda, acı sözlər deyirlər, Allaha tapşırırlar. Əgər bu hamısı qəbul olsa, nələr baş verər? Sonra peşmançılıq hissi olandan sonra deyir, bunu dinləyin. Ona görə Allahın varlığı böyükdür. Allah bütün bəndələrin günahlarından keçir və Əli ibn Əbi Talib Əleyhisselamla elə bir şəxsiyyətdir ki, ilk gözünü açdıqda Peyğəmbərimizi görür. Allah bu şəxsiyyətin dünyaya gəlməsində, dünyadan köçməsində, onun dünyada gördüyü əməllərin də hər birini sirri qərar verir. Yəni, bir insan dünyaya gəlişi və dünyaya göz açanda öz anasını görər. Həzrət Əleyhisselam dünyaya Kəbə ilə gəldi. Xanım Fatimə bin Əsəd qızı, bilirsiniz ki, Kəbə ilə Əleyhisselamın dünyaya. Amma dünyaya gələndə Əleyhisselamın gözləri bağlı şəkildə dünyaya gəldi. Xanım Fatimə bin Əsəd qızı çox narahat idi. Deyir, mənim evladım gözü görmədən dünyaya gəldi. Amma Allah-Taala neyinir? Allahın sirləri var. O sirlərdir ki, ilk şəxsiyyət Peyğəmbər idi ki, o Peyğəmbəri gördü, gözünü açdıqda Peyğəmbəri gördü. Deyir, Əleyhisselam getirdilər Peyğəmbəri, təqdim elədilər. Əleyhisselam Peyğəmbəri baxdıqda, Əleyhisselam Peyğəmbər onun üçün dua edir və gözlərinə tükürür və bir rivayətdə yazılır, Peyğəmbər öz ağzının suyu ilə gözlərinə çəkir və Həzrət Əleyhisselam gözlərini açır Peyğəmbəri. Yəni, ilk gözün açan şəxs Peyğəmbəri görən və Peyğəmbərimizin də bütün dünyadan gedəndən sonra Peyğəmbərlik, nübüvvət missiyası bütün Əleyhisselam üzərindedir. Yəni, bütün Peyğəmbərlərin dini Əleyhisselam olur. Bütün Peyğəmbərlərin müdürük, gözəl kəlamları, müqəddəs kitabların qanunları və eyni zamanda Peyğəmbərlərə olunan zülümləri Əleyhisselam ortaya getirir və ədalət prinsiplərini getirir. Qardaşımız qeyd elədi, yeganə şəxsiyyət olub ki, ədalət prinsiplərini yaşayır və onun varisi
birinci imamın sonuncusu, zamanı imamı, o prinsipləri bir zaman ortaya getirəcək. Ədalət prinsipləri onunla ortaya gələcək. Bu günlər dünyada nə qədər qalmaqal hadisələr var, hər bir insanın yaşam tərzində bunu istədiyi ki, bir tezliklə İmam Zaman'a huzur verəsin. Çətinliklə bunu deyirlər, təəssüf. Amma hər zaman bunu istəsə inşallah huzur verilir. Biz o vaxt ki, çətinliklərimiz olur, onda yox, elə gözəl rifah içərisində yaşadığımız mərhələdə, eyni zamanda o gözəl günlərimiz ki var, şən bayram günlərimiz ki, mən bəyə da məclisdə qeyd elədim, bu günləri insanlar bayramı huzurundan təntənə ilə keçirməklə yanaşı, göyə fişəng atmaqla bayramın simvolik əlamətlərini ortaya getirməklə ki, mən bugün şənlənirəm, göyə fişəng atıram, amma Peyğəmbərimiz nə deyir? Deyir, göyə fişəng atmayın. Göyə əlini qaldırıb dua edin, Allahdan münazat edin. Və qarşıda gələn ildin xeyirli, bərəkətli həmnamanlığını Allahdan istəyin. Yəni, bunu istəsən Allah xeyir, bərəkət verər. Bunu istəsən Allah ruzunu, bərəkətini artırır. Artıq israf eləsən, Allah o israfı qabaqlanır. Yəni, bu fişəngi atmaq artıq israfçılığın ən son həddidir ki, insan dünyada çox üzr istəyirəm bu ifadələrə görə qudurduqdan sonra bu işləri ortaya getirir və artıq hər bir şəraitin yaxşı olduğundan göyə şən gətirən, göydə atəş alovlar yaradıran, necə ki, Allah lənət eləsin, Nəmrud deyir ki, mən Allahla mübarizə apardım, göyə o atır. Yəni, bu işlərin sonu heç də yaxşı zaman gəlir ki, olmuyor. Ona görə hər bir möminin bu gün üzərində böyük bir məsələ var. Peyğəmbərimizin əziz canişini, əleyhissalam, Peyğəmbərdən sonra dini qoruyub saxladığı kimi, bütün dinlərə hörmətlə yanaşdığı kimi, bizim üzərimizə bir məsuliyyət yanır. Biz öz dinimizdə kamil şəkildə, öz mərhələmizdə, öz məqamımızda bu dini qorumaqda bizim hər birimizin böyük bir zəhməti keçməlidir. Və öz dinimizi qoruyub saxlamalıyıq, öz dinimizə olan ehtiramımızı, öz dinimizə olan inancımızı göstərməliyik. Bu günləri hansısa bir cahilin gördüyü işə görə bilirsiniz nə qədər insanlar hesab çəkəcək sonra. Əgər biz bu məsələlərdə öz təbliğat kampaniyamızı aparmasaq, bax, mən bir neçə vaxt bundan qabaq bir yoldaş xanım Zəhranın mövcudunu şəhərdə insanlara, qadınlara, xanımlara gün bayrağı. Düzdür, tutuldu, həbs olundu, bir neçə tutuqa verildi, sonra bıraxıldı. Amma o işi gördü. O işi gördü və Allah qarşısında öz mükafatını əzizini aldı ki, Peyğəmbərin qızı xanım Zəhranın mövcudunda belə bir işi gördü və adını yazdırdı xanım Zəhranın dəftərinə, Əhl-i Beyt yazdırdı. Bunlar çətin də olsa bilirəm, amma hər bir insan bəzən ruhanilərin üzərində deyirlər ki, bunları ruhani nəzərdir. Ruhani dindarlar, ilahiyyatçılarımız deyir. Amma hər birimizin üzərində bir ətrafımızda olan biri günaha mürtəkib olursa, Allah şahiddir ki, onun əzabını hamısı çəkəcək. Və onu o yoldan çəkindirməklə, müdrik sözlər deyil, dinimizin gözəl qanunlarını ona dərk etdirməklə, onu dinə getirməklə əməli mükafatı dünya və axirətdə almış olar.